Salam aleyküm, hər vaxtınız xeyir olsun. Mən belə, bu dövbaqda iki sonması sənədir. Bunu yəni patlayıb, o burasından göstərək. Baysan, bıçağa geləcək. O deyil. Yəni patlama səbəbi deyiliyim sən. Bakın altının düzlüyündəndir. Bakın altı verdim, dik qoyub, amma dik çəkib. Bir dənə soranı göstərmə var, canı tanısa. Buradan çəksən belə şeydir, bax, görürsən. Altının nə gəldi var, görürsən. Onlar olmasa, altı düz olsa, ürvünün olsa, inşallah çiğ bırakmaz. Bir dənə bərabər deyib, təzdən çəkərik. Bir daha vaxtınız xeyir olsun. Yaxşı düşürəm. Belə, bu burasından patlamışdı, göstərirəm tanımsa. Belə xət düşmüşdü, verdim sizə. Biz onu normalde xam mal vuruq, material vuruq, polietilendadır. Yəni, o şey götürürük ki, qırağından buradan sızı verəməsin. Bir dənə qabı soyuyor, olur sümü kimi mortar. Ümumiyyətlə bırakan bir şey deyil. Zamanlar o 5 il verir, bax ümumiyyətlə bırakmır. Son su sənədi, yəni patlama səbəbi altını izləyir, bir göstər altını zəhmət almasa. Altını bu düz qoymanda, eləməyəndə su hər yerə eyni paylanmır. Hər yer eyni paylanmayanda da vurub yerdən çıxardır, ya buradan vurur, ya buradan, ya buradan, arasa vurub çıxardır. O hərdən o ki dik ya şey taxta, baxın burasına girir, eləyir. Ola bizi buradan da bıraka bilir. Yəni patlama səbəbi bir nömrəli şeyi, xəstəliyi. Altının düzlüyündəndir. Beləncədən xeyirli olsun, Allah xeyir versin.